Sağ ol. Ben bu günləri bütün Kərimbəyli əlini, bütün Kərimbəyli sakinini hamı salamlayıram. Mən özümü bu kəndin bir sakini hesab edirəm. Bəzi işlərlə əlaqədar olaraq biraz gez-gez olsaq da burada. Amma bu kənd mənim demək olar ki, mənim kəndim Qubadlıda Dondarı kəndidir. Amma hələ ki oraya əlim çatmır. Mən bu kəndi özümə, öz kəndim hesab edirəm. Ona görə ki, mənim qardaşım Elman müəllim burada yaşayır. Biz qardaşıq, qardaş olaqda qalacaq. Şükürlər olsun bu kəndin bugünkü gününə. Siz bilirsiniz ki, vaxt olub bu kənddə nə işıq olub, nə qaz olub, nə su olub. Amma bu kənd doğrudan da qəhrəman kənddir. Bu kəndi qəhrəman kənd saymaq olar. Bu kəndin sakinləri bu kəndin ən ağır günlərində bu kənddən əl çəkməyib. Gecələr xəlbət arazdan da keçib, cəbhədən də keçib, gəlib öz evlərinə, eşiklərinə yiyə durubdular. Mən bunun şahidiyəm. Bu kəndin lampa işığında olan xeyir işində də iştirak eləmişik. Nə bilim, ondan biraz da işıq yanan zəif bir qanat işıq gəlirdi. O işığından da bu cür nə olmuşuq. Bağman, bu kənddə heç bu çalgıçılar, musiqilər imkan olmayanda Bağman öz səsi ilə bu kəndin xeyir işini, bu kəndin bütün tədbirlərini, bu kəndin yoxu demək olar ki, Füzulinin qalan bütün bu kəndlərin tədbirlərini Bağman yola verib. O cümlədən də hərbiçilərin bütün tədbirlərini yola verib. Ona görə də Bağban, burada biz həmişə Bağbana demişik ki, sən bizim batalyonun fəxri nümayəndəsisən. Bu gün də fəxri nümayəndəsi olaraq qalır. Çünki ki, batalyonun fəxri nümayəndəsi axırca Toylar Kralı da oldu. Biz, bütün hərbisi biz də sizinlə fəxr edirik, qardaş. Mən arzu edirəm ki, bu kəndə həmişə xeyir işə gələk. Bu kəndə vaxt olub, bu qarşımızdakı bina əskər yeməkxanası olub, buralar silah ambarı olub, qarşıdakı Sovetin binası qərərgah olub, bütün evlərdə əskərlər yaşayıb. Amma bu günləri cəmaət şükür Allaha ki, firavan, qəşəng gözəl dəyişikliklər var burada. Adam baxır, adamın ürəyi açılır. Doğrudan da mən çox fəxr edirəm ki, bu günləri bu kənd uğrunda tökülən o qanlar, bu torpaqlar uğrunda tökülən qanlar havaya yerə tökülmür. Bu günləri burada gözəl firavanlıq var. Ona görə də mən bütün bu kənd cəmaatına çox sağ ol deyirəm. Mən bu kəndin cəmaatı ilə fəxr edirəm. Həmişə də bu kəndin fəxri nümayəndəsiyəm. Allah mənə həmişə nəsib eləsin bu kəndin xeyir işlərində iştirak eləməyə. Sağ ol qardaş. Sadiq müəllim, təşəkkür edirik. Doğrudan da təşəkkür edirik. Var olasınız. Eşq olsun sizlərə. Və bir gözəl musiqimiz gələcək Sadiq müəllimin şərəfinə. Abil müəllim, mən üzr istəyirəm. Sadiq müəllim çox belə geniş, ətraflı çıxış elədi. Yəni, həqiqi olanları çıxış elədi dedi. Vaxt vardı bizim kənddə heç kim yaşamırdı. Biz də içində olmaq şərti ilə. Amma bu günə şükür eləmək lazımdır. Bizim hərbiçilərin sayəsində, bizim dövlətimizin sayəsində biz indi burada yaşayırıq. Eşq olsun deyirəm bizim hərbiçilərimizə. Allah sizə can sağlığı versin. Siz də olmasanız biz də burada yaşaya bilmərik. Eşq olsun. Sizə təşəkkürümüzü bildiririk. Allah sizləri var eləsin. Arzu edirəm ki, general mayor rütbəsi alasan. Amin inşallah. Sağ ol, buyursun, buyursun. Kəndimiz mahnısı gəlsin, kəndimiz.